Salam değerli izləyicilərimiz, xoş gördük. Hər birinizin hər bir vaxtınız xeyir olsun. Bildiyiniz kimi gözəl izləyicilərimiz, Geranboyda ev bir kasıb ailə var. Yəni onun evi bərbad gündədir. Çox sağ olsun dəyərli həmvətənlilərimiz, istər qürbətdə yaşayan, istər Azərbaycanda yaşayan əslən xeyriyyətçi bacı və qardaşlarımıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun, kömək eləyirlər və buradan bizim gözəl xeyriyyətçi bacımız Allah min əvəzin versin. Almaz bacımıza öz minnətdarlığımı bildirirəm. Mənim Həzər qeyrətli bacım. Çox sağ ol, təşəkkür edirəm. Deməli, gözəl izləyicilərimiz, Almaz bacımız qadınlığı ilə 42.000 rubl pul yığıbdı o ev üçün. Çox sağ ol bacı, təşəkkür edirəm. Allah sizi var eləsin. Və mənim bir gözəl xeyriyyətçi qardaşım adının çəkilməyini istəmir. Çox sağ olsun, Allah cibinə bərəkət versin. 100 dollar pul göndəribdi. O günlər 50 dollar göndərmişdi. Bu gün də 100 dollar göndəribdi. Allah cibinə bərəkət versin. Bildiyiniz kimi gözəl izləyicilərimiz, o evin qapı pəncərəsi yoxdur. Dünən usta gəldi, ölçdü. 400 manat pul tuturdu. Çox sağ olsun, mənim gözəl qardaşım, Geranboylu Sərxan qardaşım. Elə o evin ilk videosunu mənə o qardaşımız atıb, Fransiyada yaşayır. Evin pəncərəsini 200 manat dedi. Mən göndərəcəyəm pəncərənin pulunu. Allah cibinə bərəkət versin, Allah min əvəzin versin və hər bir kəsdən xahiş edirəm. Axşamlar TikTokda canlımız olur. Gəlin TikTokda canlımızda dəstək olun, o evi tikək başa çatdıraq. Allah sizləri qorusun, Allah əmanət olun. Mənim gözəl Azərbaycanımın igid oğulları, Həzər qeyrətli bacılarım.